Son zamanlar kişilərdən çox danışdıq. Nizami belə getdi, Cavad xan belə elədi, kişilər elə, kişilər belə. Bir dəqiqə, bəs qadınlar? Qadınlar bu söhbətlərdə hardadır? Elə bil, tarix kitabı ancaq kişilər məclisidir. Gəlin sizi bir xanımla tanış edeyim. Adı Məhsəti. Məhsəti Gəncəvi. Adını eşidən kimi elə bil külək yumuşalır. Sazın teli titriyir. Hətta bir fincan çay belə oturub onun misralarına qulaq asmaq istəyir. 12-ci əsrdə kişilərin qələm mənim silahımdır dediyi dövrdə Məhsəti qələm mənim rəqsimdir dedi. O şeir yazmırdı. O şeirlə nəfəs alırdı. O yalnız qadın deyil idi. O həmin dövrün azad ruhu idi. Təsəvvür eləyin ki, bir qadın məclisdə həmin dövrdə kişi-qadın ayrımını yox sayaraq qəzəl deyirdi və deyəndə də eləcə ürəkləri yox, divarları belə silkələyirdi. Sevgidən yazırdı, azadlıqdan danışırdı. Bəzən bir misrası kişilərin bir səhifəli fikrinə dəyərdi. Biz kişilərdən danışdıq, danışacağıq da. Amma bir Məhsəti var, onun adını çəkməsək, tarix bizdən inciyər. Gəncə bizə küskün qalar. Sağ olun.